Salam değerli izləyicilər. Dimin ikinci qruplar üçün olan 20 sınaq kitabçasından 4-cü mövzunu testlərini sizə izah edəcəm. Bu mövzu Azərbaycan 19-20-ci əsrin əvvəllərini əhatə edir. Başlayaq birinci sualdan. Çarizmə qarşı 19-cu əsrin 30-cu illərində baş vermiş üsyanlar Şəki üsyanı 1838, Çar Balakən üsyanı 1830-cu ildə baş veribdi. Üsyanın başlanması üçün bəhanə Varşavadakı alaya atlı toplanması bu olubdu Quba üsyanına. Üsyan nəticəsində xanlıq idarə üsulu ləğv edilmişdi. Xanlıq idarə üsulu 1819-da hələ ləğv edilmişdi, əvvəl ləğv edilmişdi, götürənməlik. Üsyana Məşədi Məhəmməd rəhbərlik etmişdi, doğrudur. Üsyan ərəfəsində cəmaətlıq daxili müstəqilliyini saxlayırdı. Bəli, daxili müstəqilliyin ləğv edilməsi üsyanın səbəblərindən biri olur. Ərəfə deyəndə əvvəli nəzərdə tutulur, üsyandan əvvəl. Üsyan gedişində hərbi şura Qubada yaradılmışdı. Üsyandan əvvəl müvəqqəti idarə yaradılmışdı. Bəli, 9 nəfərdən idi, 3-ü ruslardan ibarət idi ki, əsasda bu üçünün əlində idi. Doğru cavab B bəndi olacaq. İkinci, üçüncü suallara baxaq. 19-cu əsrin ikinci yarısında Bakı, İrəvan və Yelizavetpol şəhərləri üçün oxşarlıq təşkil edir. Mütəşəkkil fəhlə tətillərinin baş verməsi. Xeyr, Bakı ilk dəfə 1895-də Bakıda olmuşdu mütəşəkkil. İrəvan Yelizavetpola aid ola bilməz. Alman ailələrinin köçürülməsi başlanması 19-cu əsrin ikinci yarısı yox, birinci yarısında o da Yelizavetpola götürə bilərdi, Yelizavetpol dairəsinə. Çar Rusiyası tərəfindən xanlıq idarə üsuluna son qoyulması. Xanlıq idarə üsulu Bakıda, bunlarda Bakıda 1906-da, İrəvanda 1806 Bakıda, 1828-də İrəvanda xanlıq idarə üsulu ləğv edilmişdi. Yelizavetpol əvvəl Gəncə idi, orada da 1804-də ləğv edilmişdi, 19-cu əsrin birinci yarısı. Neft çıxarılmasına başlanması Bakıda var, amma İrəvan və Yelizavetpolda yoxdur. Şəhər özünün idarəsinin tətbiq edilməsi, bəli, doğrudur. Bakıda ilk dəfə 1878, daha sonra İrəvan, Yelizavetpol 1892-ci ildə də tətbiq edilmişdir. Doğru cavab Y. Artilleriya zabitləri məktəbinin rəisi olmuşdu. Tatar deməli, bizdən soruşur, göstərilənlərdən heç birinin aid olmadığı şəxsi müəyyən edin. Artilleriya zabitləri məktəbinin rəisi olmuşdu. Əlağa Şıxlinski getdi. Tatar süvari alayının təşkil edilməsində mühüm rol oynamışdı. Fərrux ağa Qayıbov idi. Ordu qərargahında döyüş xəritələrinin hazırlanması işinə cəlb edilmişdi. İbrahim ağa Vəkilov idi. İlk Azərbaycanlı hərbi təyyarəçi Fərrux bəy Vəzirov 1-ci Dünya müharibəsi dövründə olmuşdu. Bunlar Səməd bəy Mehmandarov haqqında məlumat yoxdur. Cavab da B olacaq. Növbəti sual 4. Uyğunluğu müəyyən edin. Bizdən soruşur deməli 1 Quba, Dərbənd, 2 Şamaxı, 6 Qarabağ, 3 Yelizavetpol, 5 düşür hardasa deməli Çar Balakənə gedir çıxır. 4 də Borçalıya. Baxaq görək nə deyir. Müsəlman əyalətləri rəisliyinə daxil idi. 2 Şamaxı, Şirvan, 6 Qarabağ. Bəli, doğrudur. 1 və 2. 19-cu əsrin ortalarında quberniyaya çevrilmişdi. 19-cu əsrin ortalarında 1 Dərbənd doğrudur. 2 Şamaxı doğrudur. 1846-cı ildə çevrilmişdi quberniyaya. Ərazisinə Alman ailələri köçürülmüşdü. Yelizavetpola təkcə Yelizavetpol dairəsində köçürülübdü Almanlar, amma bir Dərbəndə götürə bilmərik. Təriqətçi və bidətçi Rus ailələri məskunlaşdırılmışdı. Təriqətçi və bidətçi 4 və 5 göstəribdi. Xeyr, bu ərazilərdə deyil. Hansı ərazilərə köçürülmüşdü? Lənkəran, Şamaxı və Qarabağ ərazilərinə var. Bu 2, 6 bir də bu əraziyə köçürülmüşdü. Bu da səhvdir. Doğru cavab olacaq 1, 2, B. Bakı. 5-ci sual. 19-cu əsrin 60-cı illəri Osmanlı dövləti 20-ci əsrin ilk 10 illiyi Cənubi Azərbaycan tarixi üçün oxşar cəhəti müəyyən edin. Deməli, 1860-cı illər və Osmanlı dövlətində nə ola bilər? 65-ci ildə
Yeni Osmanlı cəmiyyətinin yaradılması. 20-ci əsrin ilk 10 illiyi Cənubi Azərbaycan tarixi üçün oxşar cəhət. Baxaq. Ərazisində Alman kapitalına məxsus şirkətlərin açılması Cənubi Azərbaycanda 1912-ci il. Amma bizdən ilk 10 illik soruşursa, bu götürüləcək 1901 10-cu illər. 1901-10. İlk 10 illik budur. Ona görə getdi. 12-ci ildə Alman kapitalına əsaslanan xalça fabriki açılmışdı. Çar Rusiyasının hərbi müdaxiləsinə məruz qalması 1901-10-cu illərdə qalmayıbdı. Yəni Çar Rusiyasının hərbi müdaxiləsinə nə zaman götürə bilərik? 1915-ci ildə Sarıqamış əməliyyatından sonra ruslar daxil olmuşdu. Osmanlı dövləti 1860-cı illərdə 68-74 müharibə başlanmışdı. Bəli, onu götürə bilərik. Çar Rusiyası hərbi müdaxiləsinə məruz qalmışdı. Konstitusiyasının qəbul edilməsi uğrunda mübarizə aparılması. Yeni Osmanlılar Cəmiyyəti konstitusiya uğrunda mübarizə aparıblar. Həmçinin Cənubi Azərbaycanda da 1905-11 məşrutə hərəkatı var. Məşrutə hərəkatı. Bu da konstitusiyanı istəyirdilər. Həm Yeni Osmanlılar, həm də məşrutə. Doğru cavab C olacaq. Parlament çağırılması. Parlament çağırılması 60-cı illərdə heç bir nə Osmanlıda, nə də Cənubi Azərbaycanda parlament olmayıb həmin vaxtda. Belçika ilə sülh müqaviləsinin imzalanması 1903-cü ildə götürə bilərik Qacarlar, amma Osmanlıda da o olmayıbdı. Xronoloji ardıcılığı müəyyən edin. Bakı XKS-nin yaradılması 1918 25 aprel, ABŞ-nin 1-ci Dünya müharibəsinə qoşulması 1917, Sarıqamış döyüşünün baş verməsi 1914-15 1914-15 dekabr yanvar aylarına düşür. Deməli 3 2 1 C bəndi. 7-ci sual. Balaxanıda kəndlilərin məcburi əməyinin ləğv edildiyi ildə müvafiq olaraq Rusiya və Almaniya tarixində baş vermişdi. 1864-ü soruşur. Rusiya və Almaniyada. Azad taxılçılar Rusiyada 1903 getdi. Bütün Qafqazın işğalı sona çatdırıldı. Rusiya 1864-də başa çatdırır. Baxaq. 3-cü Respublika quruldu. Almaniyada 3-cü Respublika olmayıb, Fransada olubdu. Bu da getdi. İlk parlament islahatı keçirildi. İlk parlament islahatı Rusiyada xeyr, belə bir şey olmayıbdı. İngiltərədə 1832-ci ildə deyə bilərik ilk parlament islahatı. Sadova döyüşü 1866 idi o da. Dekabristlər üsyanı baş verdi. Dekabristlər 1825, bu da getdi. Homesteadlər haqqında qanun 1862-dir. Zemstvo islahatı keçirildi 1864, düzdür. Danimarka ilə müqavilə imzalandı. Bəli, Şlezvik və Holstein alınır 1864-də. Almaniya tarixini götürə bilərik. Y. 14-cü əsrin 70-ci illəri Teymuri dövləti və 19-cu əsrin 90-cı illəri Rusiya tarixi üçün oxşarlıq təşkil edir. Mərkəzi Asiyanın işğal edilməsi. 1370-ci ildə Teymur dövlətini qurur və Mərkəzi Asiyanı işğal edir. Həmin illərdə, 80-ci illərdə də başa çatdırır Xarəzmin işğalı ilə. Rusiyada 1864-də başlayır, 95-də Pamirin işğalı ilə başa çatdırır. Bəli, cavab A bəndi olacaq. Cənubi Qafqazın fəthinin sona çatdırılması. Ruslar 1829-da Ədirnə ilə başa çatdırmışdılar, düşmür həmin tarixə. Əmir Teymur isə 86-cı ildə Cənubi Qafqaza gəlir və işğal edir. Ölkənin paytaxtının yeni şəhərə köçürülməsi heç birinə aid deyil. Yeni sülalənin hakimiyyətə gəlməsi, belə bir şey olmayıbdır. Osmanlı dövlətinin qoşunlarının məğlub edilməsi Teymur tərəfindən 1402-15-ci əsrə düşəcək. Deməli, cavab A bəndi olacaq. Növbəti, əslində bu 7 ilə 8-də bəzi variantlar, misal üçün bu cavab Zemstvo islahatı keçirildi. Danimarka, bu ümumi tarixə aiddir. Elə bu sualın özü də tamamilə ümumi tarixə aiddir. Azərbaycan tarixinə aid uyğunluq pozulmuşdur. İlk dəfə millət anlayışı işlənmişdir. Kəşkül qəzetində doğrudur. Açıq Söz qəzetinin redaktoru Rəsulzadə idi 1915-də. Şamaxıda Avropa tipli dünyəvi məktəbin əsasını qoymuşdur. Seyid Əzim Şirvani
Seyid Əzim Şirvani Üsul-i Cədid məktəbinin əsasını qoyubdur. Yeni tipli, Avropa tipli məktəb yox. Yəni bu burada pozulubdur cavab. İlk qəzet Əkinçi 1875 Zərdabi doğrudur. İlk teatr binası tikdirmişdir Hacı Zeynalabdin Tağıyev 1883-cü ildə. Bu da doğrudur. 19-cu əsrin ikinci yarısı Bakı şəhərində baş vermiş mədəni yeniliklərə aiddir. Bizdən soruşur mədəni yeniliklər, mədəniyyətlə bağlıdır. Bir də 19-cu əsrin ikinci yarısı. Əhalinin rifahına yardım məqsədi ilə əmanətlər məktəbi yaranmışdır. 1828-də bu Tiflisə aiddir. Nə dövrü, nə yeri doğru deyil. Rus-Azərbaycan məktəbinin əsası qoyulmuşdur 1887 Bakıda. Sultan Məcid Qənizadə Həbib bəy Mahmudbəyov tərəfindən bu aiddir. İlk Azərbaycan qiraətxanası açılmışdır 1894-cü ildə. Düşür Bakıya, doğrudur. Ticarətin yarmarka forması təşkil edilmişdir. 1887-də yarmarka forması ticarət, amma mədəniyyətə aid deyil, ona görə getdi. Qız gimnaziyası fəaliyyətə başlamışdı 1874. Nina Qız Məktəbi, Qız Gimnaziyası fəaliyyətə başlamışdı. Cavab D. Növbəti 11-ci sual. 20-ci əsrin əvvəlləri Şimali Azərbaycan tarixi üçün səciyyəvi cəhətləri müəyyən edin. Şimali Azərbaycan tarixi üçün 20-ci əsrin əvvəlləri. Qalakənd su elektrik stansiyasının tikilməsi. Bəli, bu aiddir. Dövlət kəndlərinə ilk dəfə köçmə hüququnun verilməsi. Dövlət kəndlərinə ilk dəfə köçmə hüququ 1853-cü ildə ləğv edilmişdi. Sonrakı dövrlərdə isə bu aradan qalxmışdı. Ona görə bunu götürmürük. Ticarətin yarmarka formasının Bakıda tətbiq olunmağa başlanması. Ticarətin 1887 bayaq qeyd etdik bunu. Düşür 19-cu əsrə. Neft sənayesində istehsalın təmərküzləşməsi prosesinin güclənməsi. Neft sənayesində istehsalın təmərküzləşməsi prosesinin güclənməsi bu olacaq 20-ci əsrin əvvəlləri. Dövlət kəndlərinin ilk dəfə köçmə hüququnun verilməsi, yəni 53-cü ildə ləğv edilibsə demək ki, bundan əvvəl dövlət kəndlərinin köçmə hüququ var idi. Ona görə bu səhv olur. 1-4 C bəndi. Azərbaycana muxtariyyət verilməsi tələbini ilk dəfə irəli sürmüşdü. Rusiyanın federativ dövlət kimi qurulmasının tərəfdarı olmuşdu. Bu ilk milli partiyamız olan Qeyrət Partiyası Ələkbər bəy Rəfibəyli tərəfindən əsası qoyulmuşdu. 1905-ci ildə yaradılmışdı. İlk dəfə onlar irəli sürmüşdü. Düzümcə Müsavat Partiyası da irəli sürürdü. Amma bizdən ilk dəfəni soruşduğuna görə Qeyrəti götürəcəyik. Uyğunluğu müəyyən edin. 1866-cı il məhkəmə islahatı bütün təbəqələr üçün ümumi məhkəmələrin yaradılması. Bu doğrudur. Silki məhkəmələr ləğv edilir. 1872-ci il iltizam sisteminin ləğv edilməsi neft sənayesində xarici kapitalın axınına imkan yaranması. Bəli, iltizam sisteminin ləğvi ilə neft sənayesində sürətli inkişaf baş vermişdi. 70-ci il kəndi islahatında həyata keçirilməsi sahibkar kəndlərin müvəqqəti mükəlləfiyyətli vəziyyətinə son qoyulması. Bu 1912-də olacaq, 12-13-cü illərdə. 70-də isə müvəqqəti mükəlləfiyyətli vəziyyətinə düşmüşdü. 46-cı il reskripti Şamaxı və Dərbənd quberniyalarının yaradılması. Şamaxı və Dərbənd 46-cı il reskriptə aid deyil bu. Reskript bəylərin, ağaların hüquqları ilə bağlı idi. 46-cı il 14 dekabr islahatına aiddir Şamaxı, Dərbənd quberniyalarının yaradılması. 1-2 A bəndi. 19-cu əsrin birinci yarısı Şimali Azərbaycan tarixinə aid deyil. Birinci yarısı aid olmayanı soruşur. Rus kəndlərinin köçürülməsinə başlanması 1830 bu aiddir. Neft yataqlarının hərrac yolu ilə satılmağa başlanması bayaq qeyd etdiyim 1872 bu aid deyil. Qazma işində əl əməyinin buxar mühərrikləri ilə əvəz edilməsi 1873-dür, aid deyil. Millətin təşəkkülü prosesinin başlanması 19-cu əsrin ikinci yarısıdır. Bu da aid deyil. Müxtəlif çəki ölçü və pul sistemlərinin mövcud olması 1839-43-cü illərə qədər mövcud olubdur. Bu da aid deyil. 2, 3, 4 B bəndi olacaq.
daha əvvəl baş vermişdir. Cənubi Qafqazda dövlət kəndlərinin torpaq quruluşu haqqında qanunun verilməsi 1900. Bakıda iç toxuculuq fabrikinin açılması 1900. Neft çıxarılmasında fabrik zavod mərhələsinə keçilməsi. Bu da 1873-dən sonra buxar mühərrikindən sonra. Şəkidə Avropanın ən böyük ipəkçilik müəssisəsinin açılması 1861. Neft daşınmasında ilk dəfə vaqon sisternlərin tətbiq edilməsi 1880. Deməli, cavab D bəndi olacaq. Əvvəli soruşur. 16-17-ci suallar. 19-cu əsrin ikinci yarısı Şimali və Cənubi Azərbaycan tarixi üçün oxşarlıq nə vaxt? 19-cu əsrin ikinci yarısı. Dövlət torpaqlarının satılması haqqında qanun 1886 Cənubi Azərbaycana aiddir, amma Şimali Azərbaycanda elə bir şey olmayıb. Qacarlar dövlətinin tərkibi altında olması, bu da Cənubi Azərbaycana aiddir. Şimali Azərbaycan Rusiyanın tərkibində idi. İlk siyasi partiyaların yaradılması Şimali Azərbaycanda yaradılır 1905-6-cı illərdə. Siyasi partiyalar yaradılır. Cənubi Azərbaycan tarixi üçün də götürə bilərik. Bəli. Amma yox, üzr istəyirəm. Hər ikisində də 20-ci əsrin əvvəllərinə aid götürə bilərik. 19-cu əsrin ikinci yarısına yox, ona görə bu da səhvdir. İngilis kapitalının iqtisadiyyata nüfuz etməsi. İngilis kapitalı iqtisadiyyata nüfuz edirdi. Bəli, Azərbaycanda qulp parti idi. Qacarlar dövləti də İngilis və Rusiyanın yarım müstəmləkəsinə çevrilmişdi. Hələ biz 19-cu əsrdə misal üçün hansını götürə bilərik? Talbotu misal çəkə bilərik. Ona qarşı Tənbəki üsyanı olmuşdu. Yəni ona verilən, onunla bağlanmış inhisarçı müqaviləyə görə 1891-92-ci illərdə Tənbəki üsyanı. Deməli, bunu götürəcəyik. İlk teatr binasının tikilməsi Şimali Azərbaycanda 1883 düşür, amma Cənubi Azərbaycanda 1916-20-ci əsrin əvvəllərinə düşür. 37-ci ilin avqustunda imperiyaya qarşı silahlı üsyan başladı. Bu üsyan əhatə dairəsinin və iştirakçıların sayına görə digər üsyanlardan fərqlənir. Üsyana Hacı Məhəmməd başçılıq edirdi. Üsyan zamanı hərbi şura yaradıldı. Söhbət Quba üsyanından gedir. Mətndə baş verən hadisəni 63-cü ildə baş vermiş Zaqatala üsyanı ilə oxşar cəhətlərini müəyyən edin. Üsyan ərəfəsində hər iki ərazi daxili müstəqilliyini saxlayırdı. Bu bir dənə Carbalakəndə bayaq qeyd etdik. Bunun heç birinə aid deyil. Üsyan iştirakçılarının fəalları Sibirə sürgün edildilər. Doğrudur. Çar Rusiyası müstəmləkə siyasətinə qarşı yönəlmişdi. Bu da doğrudur. Üsyanın baş verdiyi ərazilər sonradan əyalətə çevrildi. Xeyr, əvvəl əyalət olublar bunlar. Quba ərazisi, daha doğrusu sonradan Qəzaya çevrilmişlər. Əvvəl Quba əyalət idilər, sonradan ləğv olmuşdur. Bu da səhvdir. 2-3 cavab B bəndi. (1870-ci il kəndi islahatına aiddir. Biyar ləğv olundu. Bəli. Pulla əvəz edilir. Kəndli qrupları ümumi adla mülkədar tabeedicisi adlanmaya başlandı. 46-cı il 6 dekabr reskriptinə aiddir. Dövlət kəndləri icma torpaqlarının nəsli istifadə hüququ 1900-cü ilə aiddir. 1846. Sahibkar kəndlərinə pay torpağını satın almaq hüququ verildi. Bəli, satın almaq hüququ verildi, amma qiymətlər baha idi. Kəndlərin çoxsunun pulu yox idi, ona görə də satın ala bilmirdilər. Sahibkar kəndlərinin 5 desiyatin torpaq sahəsi verilməsi nəzərdə tutulurdu. Bu da doğrudur. 1, 4, 5 C bəndi. Şimali Azərbaycanda komendant idarə üsulu dövrünə aiddir. İlk dəfə 1723-35-ci illər Bakıda yaradılmışdı. 19-cu əsrdə isə 1804-dən götürə bilərik. Gəncədə, Yelizavetpolda yaradılır. 40-cı islahatına qədər də davam edibdi. 1840-cı il qanununa qədər. 10 aprel qanunundan sonra isə ləğv edilmişdi komendant idarəçiliyi. Yeni ticarət tarifinin, yasaqlı tarifin qəbul edilməsi bu 1831-dir, 21-də güzəştli idi, 31-də yasaqlı idi. İrəvan quberniyasının yaradılması, deməli bu düşür. İrəvan quberniyası 1849 düşmür. Çarizmə qarşı Şəki üsyanının baş verməsi 1838 aid olur. Müxtəlif kəndi qruplarının mülkədar tabelisi 1846-da reskriptdə adlanmağa başlanmışdı. Bu da düşmür. 1, 3 cavab B.
Birinci Dünya Müharibəsi dövründə Cənubi Azərbaycandan fərqli olaraq Şimali Azərbaycana aiddir. Birinci Dünya Müharibəsi 1914-18 noyabrın 11-nə qədər. Gün lazım olur, indi görəcəksiniz. İlk dəfə Fəhlə Deputatları Soveti yaradıldı. 1905-də Şimali Azərbaycanda yaradılır. 1905-dir. Səhvdir, müharibə dövrünə düşmür. Parlament fəaliyyətə başladı. Bu 1918 Şimali Azərbaycanda, amma dekabrın 7-sinə düşür. Ona görə noyabrın 11-dən sonraya düşür. Ölkə Respublika elan edildi. Bəli, Azərbaycan Xalq Cümhuriyyəti 1918 mayın 28-də müharibə dövrü, hələ başa çatmamışdı, müharibə dövründə özünün Cümhuriyyət Respublika elan etmişdi. Doğru olacaq cavab C. Cənubi Azərbaycanda isə baş vermir. Yəni demokratik milli hərəkat baş verirdi, ancaq respublika yaradıla bilmir. Daxili muxtariyyətini bir müddət əldə etmişdi, milli hökumət yaratmışdı. Ermənilər tərəfindən xalqımıza qarşı qırğınlar törədildi. Hər ikisində də olubdu. 1918-in martında Cənubi Azərbaycanda Urmi bəlası, Şimali Azərbaycanda mart soyqırımları 31-ci il hər ikisində də düşür. Aqrar məsələ öz həllini tapdı, heç birində öz həllini tapmır. 46-cı reskriptiv və 47-ci kənd əsasnamələrindən fərqli olaraq kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında əsasnaməyə görə söhbət 1865-dən kənd cəmiyyətləri haqqında qanundan gedir. Azərbaycan feodalları torpağı yalnız ali müsəlman silkinə verə bilərdi. Bu 46-cı təkcə reskriptinə aiddir. Otlaqlardan istifadə edən kəndlilər sahibkara çöpbaşı ödəməli idi. Otlaqlara görə 47-ci ildə göstərilmişdi çöpbaşı vergisi. Bəylərin kəndlilər üzərində inzibati məhkəmə hakimiyyəti ləğv edildi. Bəli, doğru cavab olacaq. 46-da da 47-də də bəylər və ağalar kəndlər üzərində inzibati məhkəmə, polis və məhkəmə hakimiyyəti var idi. 65-ci ildə kənd cəmiyyətləri yaradılır, vahid kənd idarəsi yaradılır və bununla da bəylərin polis və məhkəmə hüquqları ləğv edilir. Vergilərin miqdarı azaldıldı, belə bir şey olmur. Torpaqlar bəy və ağaların mülkiyyətindən çıxdı, bu da heç birində olmayıbdı. Doğru cavab C. Növbəti 22-ci sual. 20-ci əsrin əvvəllərində Şimali Azərbaycanda əsası qoyulmuşdur. İlk mərkəzləşdirilmiş telefon stansiyası 1886-ya düşür. Satirik mətbuat 1906, doğrudur. İlk kitabxana 19-cu əsrdir. Məktəblərin nəzdində kitabxanalar fəaliyyətə başlamışdı. Daha sonra isə 1894 qiraətxana yaradılmışdı. Bu düşmür. Milli opera 1908 Leyli Məcnun operasıdır. Bu da düşür. Üzeyir Hacıbəyli tərəfindən ilk bədii filmdə 1916 Neft və Milyonlar Səltənətində düşür. 1, 4, 5 Y bəndi. 20-ci əsrin əvvəlləri. Səhv oldu. 2, 4, 5. 1912-13-cü il aqrar qanunlarına aiddir. Dövlət kəndlərinə bir yerdən başqa yerə köçmək qadağan edildi. 1853-ə aiddir bu. 12-13 yox. Dövlət kəndləri ümumiyyətlə səhvdir. Sahibkar kəndlərinə aid edir. Sahibkar kəndləri mükəlləfiyyət daşımaqdan azad edildilər. Bəli, müvəqqəti mükəlləfiyyətliyə son qoyulur. Bəy və ağalar kəndlər üzərində ilk dəfə polis və məhkəmə hüququ əldə etdi. Bu 1846 dekabr reskriptinə aiddir. Dövlət kəndlərinə icma torpaqlarından nəsil istifadə hüququ 1900-cü ilə aiddir. Kəndlilər 20 il müddətinə dövlət xəzinəsindən borclu edildilər. Bu doğrudur. Şimali Azərbaycanda keçirilmiş 1866-cı il məhkəmə islahatında 40-cı ildən fərqli olaraq yerli hakimlərin seçilməsi qaydası tətbiq edilmişdi. Heç birində yerli hakimlərə icazə verilmirdi. Ümumi, hətta 66 vəkillərə icazə verilir, yerli vəkillərə. Ümumi məhkəmələr yaradılmışdı, bu doğrudur. 66-da ümumi məhkəmələr, seçki məhkəmələr ləğv edilir. Şəriət məhkəmələri hər ikisində də saxlanılırdı, fərqli deyil. Məhkəmə hakimləri Qafqaz canişin tərəfindən təyin olunurdu. 44-cü ildə canişinlik yaradılır, Qafqaz canişinliyi, 66-da da canişin tərəfindən məhkəməyə hakim təyin olunurdu, düzdür. 2-4. Şimali Azərbaycanda 19-cu əsrin 70-ci illərində keçirilmiş şəhər islahatı üçün xarakterikdir.
19-cu əsrin 70-ci illərində keçmiş şəhər islahatı üçün. Dumanın icraedici orqanı şəhər idarəsi olması, bəli, 1878 Bakıda keçirilmişdi, onu deyək. Dərbənd şəhərinə aid edilməsi, xeyr. Şəhər idarəsinin başçısının ancaq müsəlmanlardan, əksinə müsəlman ola bilməzdi. Şəhər idarəsinin başçısı qeyri-müsəlman, xristian, ruslar ola bilərdi. Seçkilərdə müəyyən əmlaka malik şəxslərin iştirak etməsi, bəli, əmlak denizi saxlanılırdı. Yerdə əhaliyə seçmək və seçilmək hüququnun verilməsi. Seçilənlərin 50% müsəlman ola bilərdi, Dumaya seçilənlərin. Müsəlmanlar da seçkilərdə iştirak, yerli əhalidə iştirak edə bilərdi. 1, 4, 5 doğru cavab. Xronoloji ardıcılığı müəyyən edək. Qazax, Şəmşəddil və Borçalı ağalarının torpaqlarının müsadirəsinə başlanması 1841. Daxili gömrük rüsumu rəhdarın ləğv edilməsi 1836. Çarizmə qarşı Şeyx Şabanın başçılığı ilə Çar Balakən üsyanının baş verməsi 1830. Kəndli qruplarının ümumi olaraq mülkədar tabelisi adlanmasına başlanması 1846. 6 dekabr reskripti ilə. Xronoloji ardıcıllıq 3, 2, 1, 4. 3, 2, 1, 4 olacaq cavabımız. Uyğunluğu müəyyən edin. Xüsusi Cənubi Qafqaz Komitəsi, Cənubi Qafqaz Komissarlığı, Cənubi Qafqaz Seymi 18-ci ildə fəaliyyətə başlamışdı. Təkcə Seymi, qalan ikisi 17-də fəaliyyətə başlamışdı. Fevral 23-də oktyabr çevrilişi nəticəsində fəaliyyətini dayandırmışdı. Oktyabr çevrilişi nəticəsində komitə dayandırmışdı. Sonra da komissarlıq yaranmışdı. Komitəyə aiddir. Qafqaz canişinliyini əvəz etmək üçün yaradılmışdı. Bu da Xüsusi Cənubi Qafqaz Komitəsi canişinliyi əvəz edirdi. Bakı XKS tərəfindən əsası qoyulmuşdu. Heç biri Bakı nə komissarlığın, nə də Seymin səlahiyyətində deyildi. Erzincan barışığını imzalamışdı. Erzincan barışığında komissarlıq imzalayıbdı. 1-ə BC, 2-yə Y, 3-ə A. Mikhail Vorontsov Qafqaz canişini təyin olunduqdan sonra qarşısında duran əsas məqsədlərdən biri ali müsəlman təbəqəsinin hüquqlarının nizamlanması idi. Qəbul edilmiş əvvəlki qərarlara etiraz hakimiyyəti güzəştə getməyə vadar etdi. Cənubi Qafqazda münasibətləri nizamlayarkən öncə ali müsəlman silkinin, daha sonra kəndlərin mənafeyini güdən qərarların qəbul edilməsinə diqqət yetiriləcəkdir. 40-cı illərin ikinci yarısında uzun müddət davam edən hazırlıq işlərindən sonra sərəncam hazırlandı. Sərəncamın ən mühüm müddəalarından biri 19-cu əsrin 60-cı illərinin ortalarına dək bəylərin kəndlər üzərində polis hüququnu öz əlində saxlaması oldu. Söhbət 1846-cı il 6 dekabr reskriptindən gedir. 1846 reskript. Bizdən bunu soruşur, adını soruşur. Çar hökumətinin sərəncamı qəbul etməkdən məqsədlərindən ikisini yazın. Yerli müsəlman bəyləri və ağaları, yerli feodalları özünə sosial dayaq yaratmaq, özünün sosial dayağına çevrilmək, onlarla yaxınlaşmaq. Həmçinin müsəlman bəylərin və ağaların, yerli müsəlman silkinin hüquqlarını tənzimləmək. Bu əsas məqsədlərdən ikisi idi. Digər suala baxırıq. Mənbədə bəhs edilən sərəncamın müddəalarından ikisini yazın. Burada çox şey demək olar. Bəyləri və ağalar tiyul və mülk torpaqlarından nəsli irsi istifadə etmək hüququ əldə edirlər. Başqa deyə bilərik, Rusiya zadəganlarından bərabər hüquqlar əldə edirlər, yəni imperiya qanunlarından istifadə edə bilərdilər. Kəndlilər, rəiyyət, rəncbər, nökər, elat, əkər əvəzinə hamısı mülkədar tabelisi adlanmağa başlandı. Bəylərə və ağalara verilən torpaqlar, yəni irsi istifadəsinə verilmiş torpaqları satmaq, bağışlamaq hüququ verilirdi. Yalnız öz təbəqəsindən olanlara, həmçinin bəylərə və ağalara inzibati polis və məhkəmə hüquqları da verilirdi. Əsas bunların deyə bilərik. Sağ olun, əziz dostlar, növbəti izahlarda görüşərik.